Uşaq və yeniyetmə vaxtı həkim olmaq istədiyiniz anı necə xatırlayırsınız? Bugünkü siz, o uşaq mən həkim olacağam deyəndə nə hiss eləyirdi və ona nə cavab verərdiniz? İndi hiss etdikləriniz qürur hissidirmi, yoxsa peşmançılıq? Keçmişdəki həkim olmaq istəyən özümə onu deyərdim. Niyə həkim oldum? Əlbəttə ki, tibb universitetinə girən uşaqların əksəriyyətinin iki fikri olur. Qızlar deyir ginekoloq olacağım, oğlanlar deyir cərrah olacağım. Əlbəttə ki, bu böyük bir ağır yoldur. Sonradan seçimlər başlayır. Bizim tələbələrimiz var. Bunlar əvvəl həmin fikirdən gəlir. Mən qarşı cavanlığımızda da biz fikirləşirdik və cərrahiyə nə oldu? Cərrahiyyənin sonu nə idi? Cərrahiyyə öyrəndik, irəli getdik, elmlər namizəd olduq, elmlər doktor olduq, professor olduq və yenə həmin işi görürük biz. Bir titul dəyişir. Əlbəttə ki, bugün bu bütün işlərə görə, qazandığımız nailiyyətlərə görə biz öz sənətimizə borçluyuq və mən sizə deyərdim ki, biz onlardan seçilmişlərdənik. Hər il azından tibb universitetinin müalicə fakültəsini vaxtilə 700-800 nəfər həkim bitirərdi. Onların içində bir uzaqbaşı 30-40-50 nəfər seçilmişlər olur. Bu günləri o vaxtki özümə deyərdim ki, deməli bugün mən həmin o seçilmişlərdənik.